Deməli, qardaş soruşur ki, bəzi kəslər var, saqqal saxlayırlar, bəs isbal var və s. özlərini İslama nisbət edirlər. Və lakin bununla yanaşı vor aləminə simpatiyası var. Onlarla bir oturub durur, onlarla bir gəzir və bəzən onların söhbətlərinə gedir. Bunlara qarşı İslamın mövqeyi nədir? İlk öncə onu demək istəyirəm ki, qardaş, Allah Subhanahu Teala Bəqərə surəsində buyurur ki, Ya eyyuhellezine amenu, ey iman gətirənlər, udxulu fis-silmi kaffatan. İslama bütünlüklə girin. Yəni insan İslama girdiyi zaman bütün tağut olan qanunları rədd etməlidir. Demokratiya olsun, vor aləmi olsun və digər qanunlar ki var, hansı ki şəriət qanunlarıdır, onlara küfr etməlidir, inkar etməlidir və əhlini təkfir etməlidir. Və əhli ilə bir oturub durmamalıdır və onlara qarşı simpatiyası olmamalıdır. Yox, əgər kim bunun əkisini edərsə, yəni özlərini İslama nisbət edib də özünü nə adlandırsın və lakin bununla yanaşı vor aləminə və s. simpatiyası varsa, onlarla oturub durursa, yeri gəldikdə onların məclislərinə gedirsə və onlar söhbət edəndə susqun qalırsa, təbii ki, o da onlardandır. O da onlardandır. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, mən təşəbbəhə bi qavmin və huva minhum. Kim özünü bir qövmə bənzədərsə, o da onlardandır. Vallahi çox təəccüblüdür ki, həqiqətən bəzi belə şəxslər var. Yəni, İslam bütün yönlərilə ən gözəl olan İslamdır. Və lakin bununla yanaşı bəzi şəxslər özlərini İslama nisbət etsə də baxırsan ki, bununla yanaşı vor aləminə qarşı və yaxud başqa qanunlara qarşı simpatiyası var. Onlarla oturub durur, onlar danışdığı zaman susur. Təbii ki, yəni belə bir müsəlman olmaz. Müsəlman İslama bütünlüklə girməlidir. Yoxsa ki, Yahudilər kimi kitabın bəzi hissəsini qəbul edib, bəzi hissəsini qəbul etməmək, yəni bununla İslama girmək olmaz. Ona görə, əgər belə bir şəxslər varsa, yəni özlərini İslama nisbət etsə də, istər saqqal saxlasın və s. Yəni bəzən müsəlmanlarla oturub durur, bəzən onlarla oturub durur və eşidirsən ki, onlara qarşı simpatiyası var və s. Əgər həqiqətdə belə bir şəxslər varsa və onlara, yəni vor aləminə qarşı simpatiyası və s. varsa, təbii ki, o da onlardandır və belə bir şəxs, müsəlman əsla və əsla isimlənməz. Allah Azza və Cəllə dedi ki, və iman gətirənlər İslama bütünlüklə girin. Yəni, yarı İslamda olub, yarı onlar tərəfdə olmaq, bu mümkün deyil. İslam belə bir din deyil ki, İslamda qatışıqlıq ola, başqa qanunlarla, başqa küfürlərlə. İslama insan girdisə, tağutun bütün növlərini inkar etməlidir, onların əhlindən də bəri olmalıdır və onların zəlalət üzərində olduğuna etiqad etməlidir və onlarla oturub durmamalıdır. İslam budur. İstislam lillah bit-təvhid, tövhidlə Allaha təslim olmaq, inqiyadu ləhu bit-ta'a, itaətlə Allaha boyun əymək, vəl-bəra'atu minəş-şirk və əhlihi və şirk əhlindən bəraət etmək, uzaq durmaq.